Salamlar, bayram vlogu ilə qarşınızdayım. İlk öncə fürsətdən istifadə edib bu vlogu izləyən hər kəsin Ramazan və Novruz bayramını təbrik edirəm. Allah tutduğunuz bütün oruçları qəbul etsin. Xoşbəxt uzun ömür arzu edirəm. Süfrələriniz açıq olsun və ruzi bərəkətiniz bol olsun. Amin deyək və keçək vlogumuza. Bu il bayramı Şəkidə qeyd etmək qərarına gəldik və ona görə də gəldik Şəkiyə. Bir öncəki vloqdan da bildiyiniz kimi biz hər dəfə Şəkiyə gələndə rəsmiyə gələn bacı ki bizə qonaq çağırırlar. Rəsmiyə gələn bacı mənim yoldaşımın əmisinin yoldaşıdır. Axşama başqa qonaqlar da gələcəyi üçün biz biraz tez gəlib kömək etmək istədik. Düzdür, biz gələnə kimi artıq işin 80% demək olar ki görülmüşdü. Ona görə də mənim üzərimə düşən əsas öhdəlik bütün bu hazırlıq prosesinin lentə alınması idi. Gördüyünüz kimi ən ağır iş mənə düşüb. Zarafat bir yana, ümid edirəm ki işimin öhdəsindən çox yaxşı gəlmişəm və bu vlogu bəyənərsiniz. Bir xahişim olacaq, kanala abunə olmağı, videolara like etməyi və yorum yazmağı unutmayın, xahiş edirəm. Çünki hər bir like, hər bir izləyici sayı mənə daha da motivasiya verir və daha da yaxşı işlər ortaya çıxarmağa çalışıram. İzləyib bəyənən hər kəsə isə qucaq dolusu sevgilər və hər biriniz mənim üçün həqiqətən çox dəyərlisiniz. Çox təşəkkür edirəm. Gördüyünüz bu bir-birindən gözəl tortlar isə Mətənət xanımın əl işidir. İnanın ki, görüntüsü qədər dadlar da mükəmməl idi. Əgər Şəkidə yaşayanlar varsa, TikTokda ləzzətli tortlar səhifəsində istədiyiniz tortu, şirniyyatları sifariş verə bilərsiniz. Əminliklə deyə bilərəm ki, heç peşman olmayacaqsınız. Ev əhli öz işində, mən də çıxdım biraz yaz havasından həzz alım. Ümumiyyətlə mənim ən sevdiyim fəsil yaz fəslidir. Çünki mən günəşli, aydın havanı çox sevirəm. Yazda isə hava nə soyuq, nə də çox isti olmadığı üçün məncə mükəmməl bir havadır. Xüsusilə də yazda rayonda olmaq, rayon havasını udmaq çox mükəmməldir. Yazda çiçəkləyən ağaclar isə ayrı bir gözəllik qatır. Məncə çox mükəmməl bir mənzərədir. Əgər rayona getməyə fürsətiniz olmayıbsa, videoya baxaraq özünüzü burada hiss edə bilərsiniz. Və gördüyünüz kimi xanımlar öz ampulasında qızğın iş gedir, hazırlıqlar davam edir və evdə olan hər kəs hər hansı bir işlə məşğuldur. Eltişkalar da gördüyünüz kimi dolma bükürlər. Günel xanım isə bir-birindən gözəl dadlı salatlar hazırlayır. Və yenə də ən çətin iş gördüyünüz kimi yenə mənə düşüb. Birdən kimsə ciddiyə alırlar. Təbii ki bu bir zarafatdır. Mənə qıyıb əslində mənə heç bir iş tapşırmırdılar. Dedilər, əsas sən vlogun üçün bir kontent yarat, video çək, bu bizim üçün bəsdir. Bu da Günel xanımın məşhur mandalin salatı, hansı ki bəziləri onu şaftalıya oxşatdı, bəziləri isə almayan. Amma dadı mükəmməl idi. Qızğın işin ortasında bizə bir belə xəbər gəldi ki, bir qrup gənclər maşınla çalıb oynayaraq şəhərin küçələrində gəzirlər. Biz də eləmə tənbəllik maşına minib getdik onları axtarmağa. Və sözü gedən rəsmiyə gəlin bacı, bu video vasitəsilə bir daha Rəsmiyə xanıma, Günel xanıma, Mətənət xanıma, Rövşən bəyə əziyyətləri, qonaqpərvərlikləri üçün, hər dəfə bizi dəvət etdikləri üçün və bayram süfrəsində bizə də yer verdikləri üçün təşəkkürümü bildirirəm. Rəsmiyə xanımın əl işləri isə söz ola bilməz. Özü aşpaz olmasa da yeməkləri hər dəfə bir-birindən dadlı alınır və dadı damağımızda qalır. Əllərinizə sağlıq deyirəm və süfrəniz hər zaman açıq olsun. Və demək olar ki, artıq son toxunuşlardır, bütün hazırlıqlar bitib, yavaş-yavaş qonaqların gəlməyini gözləyirik. Süfrə artıq tam hazırdır, degustatorlar da oturub yeməklərin gəlməsini gözləyir. Düşünürəm ki, Novruz bayramlar arasında ən maraqlısıdır, çünki milli ruhda özünə məxsus abu-havası var, bayram günü yerinə yetirilən bəzi vərdişlər. Unudulmayan adət-ənənələr, papaq atmaq, fal baxmaq, yumurta döyüşdürmək, bunlar hamısı unudulmaz bir xatirələrdir və bayrama məncə çox gözəl bir maraq qatır. Mənim də ən sevdiyim bayramlar sırasındadır. Və budur, qonaqlarımız artıq gəldi, yeyib içməyə başladı.
Tək ki, hər kəsin evi həmişə qonaqlı olsun. Çünki bu həm mehribançılıq yaradır, həm də qovumluq əlaqələrini bərkidir. Məncə bu da çox önəmli bir detaydır. Ayaqdan niyə cavab çatmırsan? Çorladım. En yüksek de bir tane ortası var. Raul. Yeməkdən sonra tonqalımızı da yandırdıq və dedik biraz bayram əhval-ruhiyyəsi yaradaq. Bugün eyni zamanda Rahim bəyin də ad günü idi. Bu video vasitəsilə də onu bir daha təbrik edirəm. Ona xoşbəxt, uzun, sağlam ömür arzu edirəm. İnşallah ki, bütün arzuların həyata keçməsini diləyirəm. Əslində özünün xəbəri yox idi ki, ad günü qeyd olunacaq. Ona görə onun üçün də belə bir sürpriz. Günün sonunda dadlı tortla çayımızı da içdik və günü belə başa vurduq. Çox gözəl, çox maraqlı bir gün keçdi. Bir daha hər kəsin bayramını təbrik edirəm. Novruz tonqalsız olmaz deyib tonqalın üstündən də hoppandıq. İnşallah ki, bütün ağırlığımız, uğursuzluğumuz bu odda yansın. Bugünlük də bu qədər. Kanala abunə olmağı və like etməyi unutmayın. Hər birinizi çox sevirəm. Bay bay.